Elçin Bilalovu çoxları tanıyır. Elçin Bilalov bu da hal-hazırda həkimdir da, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının direktorudur. Direktor. O əvvəlcə Ucarda təyinatla gəlib, Ucarda həkim işləyib. Sonra gəlib Göyçaya təcili yardımda baş həkim işləyib. Həkim sonra baş həkim. Oradan gəlibdi bioloji təbabətə direktoru gəlibdi poliklinikaya. Oradan gedibdi Göyçay, apardılar Göyçay Mərkəzi Xəstəxanasına direktor, baş həkim sonra direktor. Sonra onu müəyyən başqa işlər oldu, idarə daxili işlər oldu. O düzgün mövqe tuttu, özünü bir növ qurban verdi kollektivə. İşdən aralandı, amma sonra bildilər ki, bu adam mütəxəssisdir, gətirdilər Kürdəmirdə vəzifəni verdilər. İndi nədir məsələ? Bugün insanın xoşbəxtliyi, Göyçaya verdiyi, məsələn, gətirdiyi hörmət, izzət. Məsələn, bugün Kürdəmirdə Elçin doktor deyəndə hamı gülümsəyir. Heç kəs onun otağına girib namı çıxmır. Hamı yüksək səviyyədə qarşılayır, yüksək səviyyədə yola salır, güc satanı eləyir. Bundan başqa ən gözəl faktlardan birini deyəcəmsə, bir həkim kimi hələ də Ucarın kətlərindən zəng edib ondan məsləhət alırlar. Xahiş edirlər, xəstəmiz var, ona bir imkanın varsa gələk gətirəsin. Bu həkim üçün böyük bir xoşbəxtlikdir. Həm də özü gözəl bir insandır. Rayonunu çox sevir, cəmaatı çox sevir, xeyir şərdən qalmır. Hava axtarırsan, filan toy deyəm, filan yas yerim deyəm, Göyçayına, oradan işdən gələn kimi tez qaçır gedir, o şeyləri həll edir ki, birdən boşluq alır. Çünki bu Göyçaylıdır, bu Göyçaylı xarakteri, bax bu deməkdir. Yəni Göyçaylılarda, əsl Göyçaylı ailəsində böyümüş adamlarda bu xarakter çox güclü olubdur ki, xeyirdən, şərdən qalmayın. Çünki valideynlər də elə olubdur. Valideynlər, böyüklər belə yaratdı. Amma elə adam var ki, Göyçadan çıxıb gedib instituta qəbul olunub, oxuyub, sonra dalıb işləyib, evlənib, burada gəlib, toy edib çıxıb gedib. Bir atası öləndə gəlib, bir anası öləndə gəlib, fəsələn, Göyçayda baş etib gəlmir. Olur görsən. Yox, belə də adamlar olubdur. İndi bunlar çox deyil, təbii ki. Elçin doktor çox yaxşı ədəbiyyatı sevən, poeziyanı çox sevən. Elçin doktor çox ədəbiyyatı ona görə yaxşı bilir ki, Elçin doktor əvvəla çox səyahətçil adamdır. Dünyanın demək olar ki, yarısını gəzibdir. Onu çox adam bilmir, gəzibdir. Boş vaxt olanlar gedib gəzib işləyən vaxtlarda ofisə çıxan kimi gedib kruzlərə gedibdir falan. Yəni bu adam sevib bu şeyləri. Həm də onun çox gözəl bir necə deyirlər duruşu var. O duruşda bir təbəssüm var, gözəl təbəssüm var. Elçini heç vaxt qaşqabaqlı görmək mümkündür. Təbəssüm var, gülər üz var, gülər üzlü təbəssüm. O ona çox böyük hörmət qazandırır. Çox pozitiv adamdır. Bəli. O enerji topası deyirlər, onda elə bir şey. Bəli. Onun məsələn hər yerdə hörməti var. Bu dəqiqə məsələn baxmayaraq ki, Kürdəmirdə işləyir, buranın heç bir əlaqəsi yoxdur da, yəni burada işləmir ki, götürsün, zəng eləsin, kimə nə desə, baş üstədən başqa bir şey yoxdur. Niyə? Burada işləyən vaxtı hamının həm müdür olub, həm dostu, həm qardaşı, həm bacısı. Belə, bacı, qardaş. Hörməti qazanıb. Qazanıbdır, burada o hörməti qazanıbdır. Şeylərindən əzbər bildiklərim də var. Amma eyni zamanda bunun ən çox qəlb şairi kimi mən qəbul edirəm. Ruh şairi. Məsələn, çox sadəcə qısa bir şeiri var, deyim, vaxtımızı çox almayan. Güllər açır sənindir, ətir saçır sənindir, mənə nə qaldı.
Yağış yağır, sənindir. Şimşək çaxır, sənindir. Mənə nə qaldı? Xəzəl coşur, sənindir. Nəğmə qoşur, sənindir. Mənə nə qaldı? Gələn bahar, sənindir. Nə var? Nə var sənindir? Mənə nə qaldı? Əslində belə baxanda bu şeir məsələn mən o qədər vaxtında emosiyalarıma uyğun gəlib ki, elə bilirəm ki, bu şeiri Sırf sizin üçün. mən üçün yazıb, mən dilimdən yazıb. Neçə il əvvələ təsadüf edib o şeir təsir etməsi? 25-30 il Gün necə təsir edib ki, Onda onun birbaşa yox, elə başqa şeylərdən əzbər bilirəm. Yox, təcrübə getmir. Yox, yəni o izbahan şey oldu. Yəni ki, Elçin doktor da bu Göyçayın simvollarından biridir.